Hər kəsə Allahın salamı olsun. Bir köhnə Suraxanda Kupçalı bir evdən söhbət gedir və Qayaya yaxınlığında yerləşir. Və bir günlərdə hal-hazırda Qaya olduğu var. 104 nömrəli marşrutda düz 15 metrelindən keçir ay bina. Düz 15 metrelindən. Hal-hazırda 2 otaqlı, həyəti bağlı və bir evdə sizi təqdim edəcəm. Allah ev olmayanlara inşallah Allah ev qismət etsin. Buyuraq baxaq. Kupçalı köhnə Suraxanda bir evimiz çıxır. 2 otaq və bağlı bir həyətin də içində sanitar qovşağımız yerləşir. Hamamımız burada yerləşir inşallah. Və Allah evi olmayanlara Allah ev qismət etsin. Hər kəsə Allahın salamı olsun. Bir gündən hal-hazırda köhnə Suraxanda yola yaxın bir məsafədə, yəni tam həm biznes üçün də eləmək mümkündür. Çünki nəyə görə kirayə də verə bilərsiniz rahatlıqla 350-yə, 300 manata vermək mümkündür və hətta özünüzdə alıb yaşaya bilərsiniz. Evimizin kombi xəttləri var, kombinizi var və əlavə də sizə onu bildirim ki, evimizin kvadratı 35 kvadratdır, amma artırması da var. Rahatlığını onu sizə biləsiniz. Qeyd edimlə buradan da onu bilmək istəyirəm ki, yenə evimiz köhnə Suraxanda yerləşir və köhnə Suraxanda Qayanın yaxınlığında yerləşir. Allaha əmanət olun. Buyurun. یا لیل یا عینی بگیر از من